Bölgələrdə əlbəttə ki, məşğulluqla bağlı məsələlər əsas prioritetlərdən biridir. Azərbaycanda bütövlükdə məşğulluqla bağlı son illər ərzində çox böyük islahatlar aparılıb, işsizliyin səviyyəsi aşağı düşüb. Ancaq o da həqiqətdir ki, bugün hələ də bölgələrdən Bakıya, böyük şəhərlərə miqrasiya meylləri mövcuddur. Bu sözləri Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul eləyərkən bildirib. Dövlət başçısı qeyd edib ki, bölgələrdən şəhərlərə miqrasiyanın səbəblərindən biri də işsizlikdir. Bölgələrdə insanları işlə təmin etmək üçün indi dövlət müxtəlif addımlar atır, müəssisələr yaradılır, güzəştli kreditlər verilir sahibkarlara, özünü məşğulluq proqramı uğurla icra edilir və artıq 10 minlərlə insanı bu proqramla əhatə olunur. Ona görə yerlərdəki rəhbərlərdən də tələbim odur ki, iş yerlərinin yaradılmasına çalışsınlar, iş adamlarına şərait yaratsınlar. Təbii ki, onlara dəstək vermək lazımdır. Çünki yerli istehsalın inkişafı həm məşğulluq məsələlərini təmin edir, eyni zamanda yerli istehsalı da gücləndirir. Prezident İlham Əliyevin tapşırığına əsasən bölgələrlə Bakı arasındakı iqtisadi balansın yaradılması əsas hədəflərdəndir. Hazırda iri sahibkarlıq subyektlərinin 80%-ə yaxını Bakı şəhərinin payına düşür. Orta sahibkarların 65%, kiçik sahibkarlıq subyektlərinin 70%, mikro sahibkarlıq subyektlərinin isə 68%-i paytaxtda fəaliyyət göstərir. Bu isə ondan xəbər verir ki, bölgələrə sahibkarların cəlbi baxımından yerli səviyyədə fəaliyyətlərin genişləndirilməsi daha da aktualdır. Dövlət başçısının qeyd etdiyi kimi artıq bölgələrimizdə infrastrukturun formalaşması mərhələsi başa çatıb. İndi həmin infrastrukturun daha çox dəyər yaratması üçün bölgələrimizə sərmayələrin cəlbinin artırılması vacibdir. Qeyd etmək istərdim ki, miqrasiya məsələləri də problem doğuran məsələlərdir. Məsələn, kənd cəmaatının şəhərə gəlməsi və yaxud təbii ki, kənddə məşğul olmaq çox çətindir. İstər maldarlıq olsun, əkinçilik olsun. Bu istiqamətdə onlara elə bir ciddi şərait yaradılmalıdır ki, məhz onlar bu axını şəhərə etməsinlər. Bu istiqamətdə də Cənab Prezidentin konkret tapşırıqları var və bunu da düşünürəm hər bir icra başçısı özü üçün bir istiqamət kimi qəbul etməlidir. Təbii ki, Cənab Prezidentin verdiyi tapşırıqlardan əsas istiqamətlərdən biri həssas təbəqə ilə işləməkdir. Yəni bu şəhid ailələri, qazilər, eyni zamanda dövlət köməyinə ehtiyacı olan o insanlarla mütləq şəkildə işləməkdir. Bununla belə diqqətdə saxlanılmalı bir məqam da var ki, bölgələrdə iş yerləri ilə paralel olaraq sosial rifah da inkişaf etdirilməlidir. Sahibkarların sözlərinə görə çox vaxt iş yerləri təmin olunsa belə, vətəndaşlar sosiallaşmaq üçün şəhərlərə üstünlük verirlər. Bunun qarşısının alınması üçün də müxtəlif təlimlər verilməlidir. Dövlət başçısı da qurumları bir növ bunu etməyə çağırır. Biz araşdırmalar aparanda asosiasiya kimi görürük ki, yoxsa bunun kökündə sosiallaşmaq durur. Sosiallaşmaq üçün şəhərə gəlirlər və burada da müxtəlif insanlarla əlaqə qurduqdan sonra geriyə dönə bilmirlər, geri dönmürlər. Demək ki, biz o sosial haqları, insanların ki, sosiallaşmaq istədiyi haqları eyni zamanda bölgəyə də aparmalıyıq, bölgələrə daşımalıyıq və bunun da əsas kökü nazirliklərin tərəfindən və ya ora qəbul olunan konsalting şirkətləri tərəfindən aparılan çox böyük yanlışmı, doğru mu olan verilən təlimlərdir. Xidmət sahələri nə qədər çoxaldıqca, işıq, qaz, su, yollar düzəldikcə, şəhər kəndə daşındıqca bunlar olacaq və qısa müddətdə Cənab Prezident, Prezident Administrasiyası, müxtəlif qurumlar bunu etməyə çağırırlar. Son təyinatlar bir daha təsdiq eləyir ki, Azərbaycanda institusional islahatlar dərinləşir. Kadr təyinatları isə islahatların dərinləşməsində əsas faktorlardan biri kimi çıxış eləyir.